Salam değerli Retro Əmlak Agentliyi izləyiciləri. Sizə Masazırda Yeni Bakı Yaşayış Kompleksinin arxasında kompleksə çox yaxın bir məsafədə değerli izləyicilər, nəhayət ki əsl həyət evi çəkməyə gəldim. İnanın ki hara çağırırlar beton, kafel, metlaq, nə vaxtı belə əsl həyət evi çəkmirəm. Deməli ev 6 sotda inşa edilib. Değerli izləyicilər, qeyd edeyim ki, bu ərazidə torpağın bir sotunun qiyməti, bunu ilk öncədən deyirəm, 25 mindir. 150 min sadəcə torpağın pulu eləyir. Deməli 6 sotda 2 mərtəbəli, 4 otaqlı, həyət evi deməzdim, bunker. Bildiyiniz bunker, qəsr. İndi mən videonun gedişatında sizə göstərəcəm. Burada hovuzdur. Ətraflı tələsməyin. Ətraflı hər şeyi izah edəcəm, diqqətlə baxın. Bura hovuzdur. Su fasiləsizdir. Sadəcə əlavə ehtiyat hovuz həyətdə düzəldilib. Evin hər bir tərəfinə təbiidir, 6 sotda tikilən evlərdə rahatlıqla keçid var. Evin hər bir tərəfinə rahatlıqla keçid var. Həyətdə demək olar ki, hər meyvə ağacından var. Hər meyvə ağacından var. Deməli, zirzəmilidir, padvallıdır. İndi zirzəmidə də görəcəksiniz. Ev kolonlarla tikilib, çox möhkəm tikilidir. Yəni evin tikilişinə çox pul xərclənib. Dəyərli izləyicilər, bu zirzəmisidir. Gördüyünüz kimi, dəyərli izləyicilər, yəni ekonomiya olunmayıb da evin tikilişində. Betona, armatura ekonomiya olunmayıb. Ümumiyyətlə ekonomiya olunmayıb. Düzdür, ev müasir standartlara cavab vermir, müasir təmirə cavab vermir. Amma evin ev olaraq sözün əsl mənasında qəsrdir, bunkerdir. Keçid alırıq evin o biri hissəsinə. Evin sadəcə özünün təmirinə pula ehtiyac var. Təmirinə. Yəni aboydu, bəzi işlər vardı, onları görmək lazım. Dəyərli izləyicilər, baxın, bu həyət yanı hissəsidir. Bu hissələrdən də zirzəmiyə havalandırma üçün yer qoyulub, ağıllı düşünülüb. Nə qəşəng gördüklərdir bunlar. İndi keçid alacağıq evin içərisinə. Bu da yayda oturmaq üçün sərin bir məkan. Daxil oluruq evin içərisinə. Qoşa daşla tikilib ev, beton monolit. Dəyərli izləyicilər, sözün əsl mənasında həqiqətən də ev qəsrdir. Daxil olduq, bura istipolla təchiz olunub. Çox böyük qonaq otağı var. Bura qonaq otağıdır. Mənzil əşyalarla birlikdə satılır. Ev əşyalarla birlikdə satılır, dəyərli izləyicilər. Evin kosmetik işlərə, kosmetik təmirə ehtiyacı var. Yəni bu evi müasir təmirə uyğunlaşdırmaq üçün biraz pul xərcləmək lazım. Bu qonaq otağı, üzbəüz də mətbəxidir. Pilləkənin altında belə bir artıq əşyaları yığmaq üçün yer düzəldilib. Birinci mərtəbənin sanitar qoşağıdır. Ümumi ev 272 kvadratdır. Kupçada. İpoteka yararlıdır. Torpağın da evində kupçası var. İkinci mərtəbədə də 3 yataq otağı var. Tam apşifka olunub. Dam da izolyasiya olunub, ev sərin qalsın deyə. Bu ikinci yataq otağıdır. Keçid alırıq üçüncü yataq otağına. Bu da bizim üçüncü yataq otağımızdır. Ətraflı məlumatı telefon vasitəsilə əldə edə bilərsiniz. Kanalımıza abunə olmağı da nəzərdən qaçırmayın.